Bugünə qədər Yaşad Fondunun büdcəsindən 93 milyon manatdan çox vəsait xərclənib. Fond ötən 5 il ərzində şəhid ailələri və qazilərin müraciətlərini qəbul edib, onların reallaşdırılması istiqamətində ardıcıl iş aparıb. Yaşad Fondunun rəhbəri Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konferansında bu barədə ətraflı məlumat verib, bildirib ki, bu illər ərzində 18.566 nəfərin müraciəti təmin olunub. İndiyədək Yaşad Fondu 67 layihə həyata keçirib. Həmin layihələrdə 29.136 nəfər iştirak edib. Vətən müharibəsindən sonra dünyaya gələn 120 şəhid övladı ilə bağlı Onlar bizə əmanət layihəsi də baş tutub. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 5000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına bankda depozit hesabı açılıb. Bugünə qədər 120 şəhid övladı dünyaya gəlib, həm vətən müharibəsindən sonra, həm antiterror əməliyyatlarından sonra dünyaya gələn şəhid övladlarıdır ki, biz onların hər birinin adına müvafiq bankda 5000 manat depozit yerləşdirdik. Vəsait artan faizlə şəxsin hesabında yığılacaq və şəxs müstəqil həyata qədəm qoyanda o kapitalı çıxardacaq. Ötən 5 ildə Yaşad Fondunun büdcəsindən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 42 milyon 246 min 250 manat xərclənib. Təhsil istiqamətində də şəhid ailə üzvlərinin müraciəti təmin edilib. Təhsil peşə hazırlığı və yaradıcı potensialın inkişaf istiqamətində 2020-2025-ci illər üzrə xərclənən məbləğ 4 milyon 571 min 727 manat əhatə edib. Müraciət sayı 1730 nəfər, bunlardan 1450 nəfər şəhid ailə üzvü, 280 nəfər yaralıları bizim müharibə əllərini əhatə edib. Təhsil müəssisələrinin əməkdaşlıq nəticəsində müvafiq memorandumlar, müqavilələr bağlanır. Həmin özəl təhsil müəssisələri şəhid övladlarının öz vəsaitləri hesabına oxutururlar. Elvin Hüseynovun sözlərinə görə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara Yaşad Fondu tərəfindən bir dəfəlik pul mükafatı 2000 manat təsis edilərək ümumilikdə 266 nəfərin hesabına köçürülüb. İstehlak kreditləri ilə bağlı ayrılan vəsait ümumilikdə 7 milyon 11.408 manat 82 qəpikdir. Müraciət sayı 2300 nəfərə əhatə edib. Bunlardan 918 nəfər şəhid ailə üzvü, 1379 nəfər yaralıları əhatə edib, 3 nəfər isə itkin şəxslərin ailə üzvünü əhatə edib. 5 il ərzində 300-dən artıq yataq xəstəsi olan müharibə əlilləri evlərində ziyarət edilib. Məlumatlar toplanılıb, ehtiyaclar müəyyən edilib. Müalicə və psixoloji dəstək istiqaməti üzrə 38 milyona yaxın vəsait xərclənib. Turanə Tağızadə, Amil Əliyev, ATV Xəbər.